Mavi balina oyunu yenidən gündəmdədir. Bu dəfə Bakıda ölən 13 yaşlı qızın faciəsinin arxasında məhz bu oyunun olduğu iddia edilir. Yeniyetmələr arasında təhlükəli tendensiya illərdir dayanmadan davam edir. Rusiyada ortaya çıxan oyun təkcə həmin ölkədə deyil, Ukrayna, Hindistan, Amerika Birləşmiş Ştatları, Türkiyə və daha bir çox ölkədə gənclərin ölümü ilə əlaqələndirilir. Rusiyada 2015-2016-cı illərdə 130-dan çox gəncin, Türkiyədə isə Türkiyə Böyük Millət Məclisinin hesabatına görə təxminən 150 yeniyetmənin ölümünün bu oyunla bağlı olduğu göstərilir. Bəs yeniyetmələr psixoloji olaraq nə yaşayır ki, belə təhlükəli tapşırıqlara uyaraq ölümə qədər gedib çıxırlar? Bu sualımıza cavab verən psixoloq Zeynəb Əyyubova bildirir ki, bu tip oyunların psixoloji təsir mexanizmi əsasən uşağın emosional zəif nöqtələrinə toxunmağa, ona nəzarət və yönləndirmə hissi yaratmağa əsaslanır. Əvvəlcə emosional yaxınlıq yaradılır, ardınca qorxu, təzyiq və psixoloji asılılıq gücləndirilir. Təhlükəli oyunlara daha çox emosional olaraq həssas, depressiv əlamətlər göstərən, özünə qapanan, sosial dəstəyi zəif olan və internetdə uzun müddət nəzarətsiz qalan uşaqlar meyilli olur. Sosial təcrid, ailə içi konfliktlər, özünü ifadə edə bilməmək, dost münasibətlərində problemlər və davamlı olaraq virtual məkanda təsdiq axtarmaq bu riski artıran amillərdəndir. Bu cür halların qarşısının alınması üçün uşağı təhlükələrdən qorxutmaqla deyil, maarifləndirməklə yanaşması çox vacibdir. Yeniyetməli yaşlarında şagirdlərin təhlükələrdən uzaq tutulmasında valideynlər qədər məktəblərin də üzərinə yük düşür. Bəs məktəblərdə belə onlayn təhlükələrlə bağlı hər hansısa maarifləndirmə tədbirləri aparılırmı? Təhsil Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən bildirildi ki, özünə qəsd hallarının qarşısının alınması daim diqqətdə saxlanılır və təhsil müəssisələrində müvafiq maarifləndirici işlər aparılır. Sitat. Son illərdə yenilənən və ya təkmilləşdirilən ümumi təhsil fənləri üzrə təhsil proqramlarında, kurikulumlarda informasiya təhlükəsizliyi, kiberqısnama və s. məsələlərə daha çox yer ayrılır. Bu çərçivədə şagirdlərə həmçinin media manipulyasiyası, dezinformasiya, kiberqısnamanın mənfi tərəfləri ilə effektiv mübarizə yolları öyrədilir. Xüsusilə yeni hazırlanmış həyat bilgisi fənni üzrə təhsil proqramında, kurikulumda, sağlamlıq və təhlükəsizlik məzmun xətti üzrə alt standartlarda elektron cihazların insan həyatında əhəmiyyəti və zərərləri izah olunur. Həmçinin yeni təkmilləşdirilmiş informatika fənni üzrə təhsil proqramında, kurikulumda, müəyyənləşdirilmiş məzmun xəttləri vasitəsilə təhsil alanlarda sosial şəbəkələrdə yerləşdirilən informasiyanın pis niyyətli şəxslər tərəfindən tapılıb istifadə olunmasının mümkünlüyü, ünsiyyət vasitələrindən istifadə edərkən şəxsi və ya həssas məlumatların yersiz olaraq açıqlamamasının vacibliyi vurğulanır. Sitatın sonu. Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu 2017-ci ildə Mavi balina oyunundan necə qorunmaq barədə tövsiyələr yayımlayıb. UNICEF bildirir ki, Mavi balina oyunu ilə real intihar halları arasında sübut edilmiş bir əlaqə yoxdur. Lakin uşaqlar mövzu haqqında mətbuatın intensiv işıqlandırması səbəbindən məlumatda ola bilirlər. Valideynlərə əsas tövsiyə, uşağın internet fəaliyyətini yaxından izləyin, davranış dəyişikliyi olduqda dərhal müdaxilə edin və təhlükəli məzmunla qarşılaşdığı halda internetə girişini dayandırın və polislə əlaqə saxlayın. Bəs bu qədər xəbərdarlığa baxmayaraq nə üçün Mavi balina kimi oyunlar platformalarda filtr edilə bilmir? Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov bildirir ki, belə bir filtr olsa təkcə bu Mavi balinaya yox, bütün həyati məsələlərdə istifadə oluna bilər. Ancaq bu formada, yəni yazışmalar üzərindən, Telegram üzərindən, qrup vasitəsilə və ya ki, WhatsApp üzərindən və ya digər sosial şəbəkələr üzərindən, yazışma üzərindən tapşırıqlar gedildiyi üçün xüsusi bir proqram təminatı, oyun təminatı olmadığı üçün buna filtr qoyula bilməz. Təbii ki, ailə qoruma, valideyn nəzarət proqramları var, çoxdur. Google'un da, Google Family kimi məhsulları var ki, öz övladlarınızı siz nəzarət edə bilərsiniz, onların tətbiqlərinə internetdən istifadə saatı, müddəti qoya bilərsiniz, hansı oyunlardan oynaya bilər, hansı tətbiqlərə icazə ola bilər deyə Google'un, Microsoft'un və digər böyük brendlərin, hətta xüsusi proqram təminatları bu istiqamətdə var, amma ki, bunların heç biri Mavi balina oyunu əngəlləyə bilməz və ona filtr qoya bilməz, çünki individual bir yazışma proqramı üzərindən aparılır və bütün yazışma proqramları üzərindən də aparıla bilər. Bəs WhatsApp, Telegram və digər platformalarda bu oyuna aid ifadələrin filtrasiyası tətbiq olunsa, bununla oyunu dayandırmaq olarmı? Bu sual həm texniki, həm də etik müstəvidə yeni müzakirələr doğurur və ekspertlər məhz bu məsələyə diqqət çəkirlər. Belə bir filtr tətbiq edilərsə nə baş verər?
Əgərləri belə bir filtr tətbiq olunsa ki, özümü öldürürəm və ya ki, sən özünü öldürməlisən, bu gün sənin son günündür kimi ifadələrə filtr qoyulacaqsa, o bizim bütün yazışmalarımıza əks oluna bilər. Elə belə bir filtr olsa, təkcə bu mavi balinaya yox, bütün həyati məsələlərdə məncə istifadə oluna bilər. Ekspertlər bildirirlər ki, mavi balina kimi onlayn fenomenlər təkcə qadağa ilə dayandırıla bilməz. Psixoloji dəstək, valideyn nəzarəti, məktəblərdə davamlı maarifləndirmə və texnoloji platformaların məsuliyyəti bir araya gəlmədikcə təhlükə qalmaqda davam edəcək. Zəminə Hüseyn, Elmaz Səfərov, Rəbiyyə Əhmədova, APTV.